Herkese selamlar. Yeni bir video ile karşınızdayım. Bugün zvanit feilini öğreneceğiz. Zvanit feili Azərbaycan dilinə zəng etmək olaraq tərcümə olunur. Bu video ərzində zvanit feilini şəxslərə görə dəyişəcəyik və daha sonra isə birlikdə cümlələr quracağıq. Zvanit feili NSF-dir, yəni bitməmiş feildir. Bu feil indiki zamanda da, keçmiş zamanda da, gələcək zamanda da ola bilir və davam edən, təkrarlanan hərəkətləri bildirir. Zvanit feili ağlımıza belə bir sual yaradır. Zəng etmək. Kimə? Bu feilden sonra datin ifadəsi, yəni gönüllü kal istifadə edəcəyik. Belə. İlk öncə feilimizi şəxslərə görə dəyişək. Я звоню, mən zəng edirəm. Ты звонишь, sən zəng edirsən. Он звонит, o zəng edir və ya da она звонит, qadın zəng edirsə она звонит. Мы звоним, biz zəng edirik. Вы звоните, siz zəng edirsiniz. Они звонят, onlar zəng edirlər. Dedik ki, bu feildən sonra datin ifadəçiləri istifadə edəcəyik, yəni yönlü kaldan. İndi yönlü kalın şəxs əvəzlikləri ilə tanış olaq. Minə, mənə, тебе, sənə, ему, ona, ей, ona, qadın cinsi, nam, bizə, vam, sizə, im, onlara. İndi isə cümlələrimizi qurmağa başlayaq. Mən sənə zəng edirəm. Я звоню тебе. Mən ona zəng edirəm. Yəni oğlana zəng edirəm. Necə olar? Я звоню ему. Mən ona zəng edirəm. Yəni qıza zəng edirəm. Я звоню ей. Bu şəkildə qurduq. Davam edək. Sən mənə zəng edirsən. Ты звонишь мне. O bizə zəng edir. Он звонит нам.